Ramazanın 6-cı günündəyik. Bugün İslamın özəyi olan mərhəmətdən danışırıq. Çünki Allah Rəhman və Rəhimdir. Günün ayəsi. Ey Peyğəmbər! Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. Qısa mesaj. Mömin o kəsdir ki, ətrafına ancaq rəhmət və hüzur saçar. Günün hədisi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Yerdəkilərə rəhm edin ki, göydəkilər də sizə rəhm etsin. Qısa izah. Allahın mərhəmətinə gedən yol, onun yaratdıqlarına şəfqət göstərməkdən keçir. Günün duası. Allahım, qəlbimizi rəhimsiz olmaqdan qoru. Bizə rəhm et və bizi bir-birimizə qarşı şəfqətli, bağışlayan bəndələrindən eylə. Amin. Bugün bir canlıya, istər bir insana, istərsə də bir heyvana mərhəmət göstər. Bu nuru paylaş. Sabah görüşərik.